Milli Məclisin növbəti plenar iclasında 22 məsələ müzakirəyə çıxarılıb. Deputatlar balıqçılıq təsərrüfatının inkişafı, kənd təsərrüfatında torpaqların parçalanmasının yaratdığı problemlər və digər maraqlı məqamlara diqqət çəkiblər. Son 15 ildə göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfat subyektlərinin sayı 93-dən 133-ə yüksələrək 43% artsa da həmin dövrdə istehsal 423 tondan 347 tona düşüb. Fakt göstərir ki, bu sahənin inkişafı üçün təkcə təsərrüfatların sayının artması kifayət etmir. Müasir texnologiyalar, elmi idarəetmə və yeni istehsal modelləri tətbiq olunmalıdır. Millət vəkili Sadiq Qurbanov balıqçılıq haqqında qanun layihəsinin birinci oxunuşu zamanı bu haqda danışdı. Birincisi bu ərzaq təhlükəsizliyidir. İkincisi iqtisadi inkişafdır. Burada layihə balıqçılıq və akvakultura sahəsində sahibkarlığın genişləndirilməsi, emal sənayesinin, logistikanın və regionlarda məşğulluğun artırılmasını təşviq edir. Layihədə iqtisadi maraqlarla ekoloji məsuliyyət arasında balans yaradılır. Nərə cinsli balıqların və digər qiymətli növlərin mühafizəsi, çürütökmə sahələrinin qorunması, digər növlərin qarşısının alınması, su hövzələrinin monitoringi, meliorasiya ilə bağlı müasir hüquqi mexanizmləri də bu qanun layihəsi müəyyən edir. Torpaq sahələrinin parçalanması əkin təyinatlı istifadəni azaldır və aqrar sektorun inkişafını ləngidir. Kiçik təsərrüfatların iri təsərrüfatlarla müqayisədə özünü doğrultmaması, məhsuldarlıq göstəricilərinin aşağı olması və müəyyən problemlərin meydana gəlməsi həm dövləti, həm də sahibkarı ciddi narahat edir. Parçalanma torpağın əkin məqsədi ilə istifadəsini azaldır. Texnikadan, sudan, tərbiyə ehtiyatlardan, gübrə, toxum və digər agrotexniki vasitələrdən səmərəli istifadəni çətinləşdirir və kənd təsərrüfatının inkişafını ləngidir. Torpaq məcəlləsinə 12-2 maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədi ilə torpaq mülkiyyətçilərin razılığı və ekvivalent bazar qiyməti əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən olunması, dəyişdirilməsi, nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsini müəyyən edir. Deputat Vüqar Bayramov isə dedi ki, kiçik torpaqlarda müasir suvarma sisteminin tətbiqi kifayət qədər çətindir. Amma torpaqlar könüllü şəkildə birləşərsə, konsolidasiya olunarsa, artıq müasir suvarma sistemlərindən istifadə də asanlaşar. Digər vacib məqam texnika xərclərinin, yəni istehsal edilən məhsulun maye dərində struktur olaraq xərclərin azalmasıdır. Çünki nəticədə konsolidasiya olduqda artıq texnikadan istifadə xərcləri də azalır. Xüsusən nəzərə alsaq ki, texniki olaraq kənd təsərrüfatı maşınlarının kiçik sahələrdə istifadə olunması daha böyük xərc tələb edir, nəinki konsolidasiya olunmuş birləşmiş ərazilərdə, sahələrdə. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatlar elektron qaydada həyata keçiriləcək. Layihənin qəbul edilməsindən sonra icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək. Turanə Tağızadə, Şəhriyar Əhmədli, ATV Xəbər.